Salam, hamınızı xoş gördük. Bu günlərim pirajki resepti bölüşmək istədim sizinlə. Bu resepti təzə öyrənmişəm. YouTube-da gördüm, bişirmək istədim. Çoxdan da pirajki istirdi uşaqlar. Dedim onlar üçün bişirim. Birinci belə aparanı hazır eləyirik. Droş tökdük, şəkər, un və su əlavə edib qarışdırırıq bunların hamısını. Qoyuruq bir qıraqda, hazır olur. Elə biraz belə köpən kimi olur. Sonra başlayırıq, unu hazır eləyirik. 1 kilo un lazımdır bizə. Mən də onu ölçüb götürdüm. Çünki un artıq idi. Ona görə ölçdüm, 1 kilo götürdüm undan. Sonra unun arasını belə boşluq eləyirik arasındakı. Ora biz qatacağıq. Yumurta qatıb, sonra üstünə aparanı əlavə eləyirik və su əlavə eləyib onu xəmir yoğururuq və ən birincidə duzla şəkəri tökürük. Mən elə unun üstünə səpdim ki, qarışdıranda xəmirin hamısına qarışsın. Sonra xəmiri yoğurub, xəmir hazır olandan üstünə duru yağı tökürük. Belə duru yağla da onu yoğururuq. Sadəcə mən duru yağı çox oldu. Məndə az əlavə eləmək lazımdır. Ona görə biraz gec xəmir acıdı, amma acıdı, yaxşı bir xəmir alındı. Mən videonun altından yazacağım reseptini, nə qədər gedir pirajkinin xəmirinə və onda yağı az yazacağım. Çünki mən özüm yarım stəkan yazmışdılar orada reseptdə. Gördüm ki, yox, yarım stəkandan az tökmək lazımdır. Və xəmir acıyana kimi, ona kimi də mən kartuşkanı doğradım, soydum, doğradım, qoydum bişməyə. Sonra onu tamam suyunu süzmək lazımdır ki, su olmasın kartuşkanın içində. Yoxsa ki, kartuşkanı qoyanda pirajkinin içinə xəmir yaxşı bağlanmır. Onda bişirəndə açılır xəmir və kartuşkanı əzdik, sonra şüydü, doğradım, tökdüm içinə və içi artıq hazırdır pirajkinin. Mən soğança vurmuram pirajkinin içinə, kartuşkasına, çünki bizdə uşaqlar elə sevmirlər. Amma kim istəsə soğança da eləyə bilər. Və xəmirimiz acıdı, düzdür, biraz gec acıdı, bilmirəm hava soyuq idi, yoxsa necə. Hətta mən onu belə streç üstünə eləyəndən sonra bir parçaya bükdüm ki, adyala bükdüm ki, qoy isti olsun, tez acısın. Yenə də biraz gec deyəndə hardasa saat yarımı acıdı. Mənə görə o biraz gecdir, istəyərdim biraz tez acısın. Amma xəmir yaxşı oldu, yaxşı xəmir alındı. İndi də belə kündələr eləyib o pirajkini hazır eləyirəm, qoyuram ki, biraz kündə özünə gəlsin, sonra onları qızardacağam.
Və həmişə pirajkinin qırağında belə tomatla acıka kimi eləyirəm. Uşaqlar çox sevirlər. Acısını düzdür az eləyirəm, amma evdə kişniş olanda kişniş də doğrayıram içinə. İndi sadəcə yox idi deyə elə tomatla biraz istiot duz qatdım, su da qatdım, qarışdırdım. Uşaqlar sevirlər elə. Və pirajkilərimiz hamısı hazırdır. Sizə burada göstərmək istəyirəm ki, necə alınır belə. Çox gözəl xəmir alınır. Kim istəsə bu reseptlə eləyə bilər. İzlədiyiniz üçün çox sağ olun. Kim bişirsə hamıya nuş olsun.